Xəbərin ünvanı Publika.az-a istinadən xəbər verir ki, tanınmış sənətçi evində çəkdiyi video vasitəsilə sosial şəbəkə izləyicilərinə müraciət edib. O, xüsusilə toy və şənliklərdə onlara verilən pul hədiyyələrini çəkib paylaşan həmkarlarını tənqid atəşinə tutub. Videoya keçməzdən əvvəl kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sizin fikirləriniz bizim üçün çox önəmlidir. Fikirlərinizi mütləq şəkildə rəy bölməsində yazın. Öncədən hər birinizə təşəkkürlər. Sənətçi bildirib ki, məclislərdə sənət adamlarına təqdim olunan bu tip pul hədiyyələrinin ictimailəşdirilməsi, xüsusilə də sosial mediada nümayiş etdirilməsi etik baxımdan düzgün deyil. O vurğulayıb ki, həmin məbləğlər çox vaxt zəhmətlə, alın tərlə qazanılır və bu tip davranışlar izləyicilərin narazılığına səbəb ola bilər. Bəziləri çıxıb 2-3 min manatlıq pul görüntülərini paylaşır. Amma mənə verilən məbləğlər onlarınkindən qat-qat çox olub. Lakin heç vaxt bunu nümayiş etdirməmişəm. İnsanların pul qarşılığında çəkdiyi əziyyətə hörmətlə yanaşmaq lazımdır. Bu, qürur məsələsidir. Sənətçi əlavə edib ki, sənət aləmində maddi imkanları ön plana çıxarmaq əvəzinə sənətin və ifaçılıq qabiliyyətinin tanıdılması daha məqsədə uyğundur. O, şəxsi təcrübəsinə istinadən bildirib ki, bir dəfə qatıldığı toy mərasimində təqribən 1 milyon Rus rublu məbləğində pul hədiyyəsi alıb. Buna baxmayaraq, heç vaxt bu rəqəmləri sosial şəbəkədə paylaşmaq fikrində olmayıb. Məclisdə mənə böyük rəğbət və ehtiram göstərildi. Bu, mənim üçün kifayət qədər dəyərli bir xatirədir. Lakin bu cür məqamları reklam etməklə insanlara özünü göstərmək doğru deyil.